Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Ali səhifəsinin dərs izahları ilə dərsimizə davam edirik. İzahları bacardığım qədər sadə, aydın şəkildə izah edəcəyəm. Ona görə də videonu diqqətli izləyin. Sual təklifləriniz olarsa qeyd edin. Başladıq. İlk öncə dinləmə mətnimiz var, gördüyünüz kimi. Dinləmə mətnindən öncə bir xatırlamamız var. Gəlin bu xatırlama bölməsinə baxaq. Çünki xatırla nə üçün? Çünki yadda saxlama bölməsində artıq biz rəvayət haqqında danışmışıq. Rəvayət, tarixi şəxsiyyət və hadisə haqqında təxəyyül əsasında yaranan hekayədir. Rəvayətlər çox zaman deyilənə görə, rəvayətə görə sözləri ilə işlədilir. Deməli, rəvayətdə nə haqda olur? Danışılır. Tarixi ya şəxsiyyət olur və ya hadisə. Və bu müəllifin təxəyyülü əsasında yaranan daha doğrusu hekayədir. Biz bir çox tarixi şəxsiyyətlər haqqında da rəvayətlər yetərincə keçmişik və növbəti dərslərdə də bu haqda mövzularımız olacaqdır. Gəlin Evrika mətninə bir dinləyək. Bəli, Evrika mətni. Yəqin ki, bəzi insanların Evrika deyərək sevindiyini görmüsünüz. Bu sözün çox maraqlı yaranma tarixçəsi var. Deyilənə görə, qədim Sirakuza şəhərinin hakimi Hieron Arximedlə söhbət etməyi çox xoşlayırdı. O, hər bir işdə böyük alimdən məsləhət alardı. Bir gün Hieron zərgərə qızıl verib tac düzəltdirməyi əmr edir. Bir müddət sonra zərgər tacı hazırlayır. Hieron zərgərin işini çox bəyənir. Lakin ona xəbər verirlər ki, zərgər qızılın bir hissəsini oğurlayıb. Onun əvəzinə gümüş qatıb. Tacı tərəzidə çəkirlər. Tacın çəkisi hökmdarın zərgərə verdiyi qızılın çəkisinə bərabər idi. Hieronun məsləhətçiləri deyirlər ki, bu hələ tacın təmiz qızıldan olduğunu sübut etmir. Hieron Arximedi yanına çağırır. Əhvalatı danışıb, məsələnin həllini tapmağı tapşırır. Bir neçə gün keçir. Arximed xeyli fikirləşsə də bir nəticəyə gələ bilmir. Fikirləşmədən yorğun düşmüş alim vanna qəbul etmək istəyir. Vannanı ağzına kimi su ilə doldurur. Arximed vannaya girən kimi suyun bir hissəsi daşıb yerə tökülür. O, tökülən suya baxa-baxa fikirləşir. Görəsən özüm ağırlıqda bir daşı vannaya salsaydım, bu qədər su tökülərdi. Elə bu yerdə tac məsələsi onun yadına düşür. Alim yeni bir kəşf etdiyini anlayır. Deməli, suya salınmış hər bir əşya öz həcmi qədər suyu sıxışdırıb çıxarır. Əşyaların çəkisi eyni ola bilər, lakin hansının həcmi artıqdırsa, o da daha çox suyu çıxaracaq. Arximed Evrika, tapdım, qışqırıb ayağa qalxır. Ertəsi gün Arximed Hieronun yanına gedir. O əvvəlcə tacın çəkisinə bərabər olan qızılı su ilə doldurulmuş qaba salır. Suyun nə qədər qalxdığını qeyd edir. Daha sonra tacı suya salıb, suyun səviyyəsini ölçür və deyir, sizin tacınız təmiz qızıldan deyil. Əgər eyni çəkidə olan iki əşya eyni metaldan hazırlansaydı, su eyni səviyyədə qalxardı. Bu o deməkdir ki, tacla qızılın həcmi eyni deyil. Bunu eşidən Hieron qəzəblənir və zərgəri cəzalandırır. Deməli, dinləmə mətnini oxuduq və daha doğrusu mən oxudum, siz dinlədiniz. İndi gəlin çalışmaların, tapşırıqların baxaq. Deməli, C tapşırığında yazılır. Evrika mətnini dinləyin və rəvayət olduğunu əsaslandırın. Biz dedik ki, rəvayət tarixi şəxsiyyət və hadisələr haqqındadır. Burada da hansı tarixi şəxsiyyət haqqında danışılır? Arximed və onun bir kəşfi, Arximed qanunu. Yəni suyun içinə əşyanı qoyduqda suyun səviyyəsi qalxır. Yəni bu ixtiranı da Evrika deyərək, sevinərək, tapdım deyərək kəşf etmiş olmuşdu. Və onun üçün biz Evrika mətni Arximedin ixtirası haqqındadır. Burada Arximed tarixi şəxsiyyət olduğuna və onun ixtirasından bəhs etdiyinə görə mətni rəvayət adlandıra bilərik. Və diqqət yetirdinizsə, mən mətni oxumağa başlayanda orada deməli rəvayətə görə, deyilənə görə sözü ilə başlanmışdı. O yüzden mətn rəvayət adlanır. Ç tapşırığına
Diqqət yetirək söz ehtiyatı bölməsidir. Evrika sözünün izahını oxuyun. Sizcə bu ifadə hansı situasiyalarda istifadə edilir? Bu ifadənin işlənə biləcəyi bir hadisə düşünüb danışın. Baxırıq, Evrika, Yunanca Eureka, tapdım. Hər hansı bir ideya, kəşf və ya vəziyyətdən çıxış yolu ilə bağlı söylənən sevinç nidasıdır. Bəli, Evrika sözü bir sevinç nidasıdır. Bəzən görürsünüz, burada hansı hadisəni məsələn danışa bilərik. Tutaq ki, müəllim bir məsələ verir və çox çətindir, biz bunu həll eləyə bilmirik. Tutaq ki, dostlarımızdan biri ani olaraq məsələnin daha tez həll yolunu tapa bilir və tez Evrika deyərək sevinir, sevincini bildirir. Və ya başqa bir hadisələr ola bilər. Doğrusu mənə də maraqlıdır. Sizin necə bir fikirləriniz var? Qeyd edə bilərsiniz. Nə anladın rubrikasında? Gəlin de tapşırığına baxaq. Deməli, mətnə əsasən cümlələri tamamlayın. Bəli, dinlədiyimiz mətnə əsasən cümlələrimizi tamamlayacağıq. Sirakuza şəhərinin hakimi Hieron həmişə Arximedlə məsləhətləşirdi. Çünki o, Arximedin ağlına, zəkasına güvənirdi. İkincidə, Hieron zərgərdən şübhələnirdi. Belə ki, zərgər qızılın bir hissəsini uğurlayıb, onun əvəzinə gümüş qatmışdı və qatdığını eşitmişdi. Üçüncüdə, Arximed vannadan daşıb tökülən suyu görəndə anlayır ki, suya salınmış hər bir əşya öz həcmi qədər suyu sıxışdırıb çıxardır. Arximed tacın təmiz qızıldan hazırlanmadığını sübut edir. Belə ki, o neynir? Çəkisi, tacın çəkisinə bərabər olan qızılı və ondan hazırlanmış tacı suya salıb, suyun səviyyəsini ölçərək tacdakı qızılın çəkisinin az olduğunu göstərir. İndi bu cavabları yazaq. Deməli, dəyərli izləyicilər, burada tapşırıqlar biraz qarışıqlıq oldu. Ancaq oxuduqca izah edəcəm ki, sizə də anlaşılmaz olmasın. Sirakuza şəhərinin hakimi Hieron həmişə Arximedlə məsləhətləşirdi. Çünki o, Arximedin ağlına, zəkasına güvənirdi. Birinci cümləni biraz yuxarıda yazdım. İkinci cümlənin davamı Hieron zərgərdən şübhələnirdi. Belə ki, zərgərin qızılın bir hissəsini oxurayıb əvəzinə gümüş qatmışdı. Bu ikinci cümləmizdir. Üçüncü cümləmizin sonu Arximed vannadan daşıb tökülən suyu görəndə anlayır ki, suya salınmış bir əşya öz həcmi qədər suyu sıxışdırıb çıxarır. Dördüncü isə Arximed tacın təmiz qızıldan hazırlanmadığını sübut edir. Belə ki, o, çəkisi tacın çəkisinə bərabər qızılı və ondan hazırlanmış tacı suya salır. Suyun səviyyəsini ölçərək tacdakı qızılın çəkisinin az olduğunu göstərir. Bu qədər dəyərli dostlar. İndi keçək, düşün və cavab ver rubrikasının çalışmalarına, bu tapşırıqları da yerinə yetirək. Dəyərli izləyicilər, tapşırığında, daha doğrusu düşün və cavab ver bölməsində tapşırığına baxırıq. Sizcə Evrika mətnini yazmaqda müəllifin əsas məqsədi nədir? A. Oxucunun qədim Yunan aliminin bioqrafiyası ilə tanış etmək. B. Arximedin xarakterini açmaq. C. Məşhur bir ifadənin yaranma tarixçəsini danışmaq. D. İxtira və kəşflərin faydasını vurğulamaq. Buyurun, burada bizim Evrika mətnimizə uyğun gələn variant hansıdır? Bu yerdə videonu saxlayıb cavabınızı qeyd edə bilərsiniz. Daha sonra mənim cavabımı baxa bilərik. Belə dəyərli izləyicilər, burada doğru cavabımız C-dir. Çünki məşhur bir ifadə, Evrika ifadəsinin yaranma tarixçəsi haqqında danışılıbdır. Tapşırığına diqqət edək. Cədvəli tamamlamaqla bu fəsildə eyni mövzuda verilmiş müxtəlif mətn tipləri haqqında danışın. Deməli, baxırıq hansı informativ mətndir, məlumatlanmaq üçün verilibdir. Arximedin həyat və elmi yaradıcılığına aid olan bu çoxyuman Arximed mətnidir. Argumentativ mətn. Argumentativ mətni argumentlərlə əsaslandırılmış mətndir. Güzgülər vasitəsilə gəmini yandırmaq mümkündürmü sualına cavab axtarırıq. İzah edici mətn.
təbii ki, hansısa bir işləmə mexanizmini izah edir. Bu da Arximed vinti mətninə uyğun gəlir. Arximed vintinin işləmə mexanizmini izah edən mətindir. Digər mətnimiz bədii mətin, duyğulanmaq, əylənmək məqsədi ilə yazılmış mətindir. Bu isə məşhur ifadənin yaranması ilə bağlı rəvayət dediyimiz Evrika mətninə uyğun gəlir. Fikirlərimizi əsaslandırmaq üçün yenə də cədvəl formasında tapşırığı bu dəqiqə göstərəcəm. Bir dəqiqə. Bəli. Burada birinci, informativ mətn müəllifin əsas məqsədi oxucuya qədim Yunan alimi Arximed haqqında məlumat verməkdir. Bu mətndə əsasən kim, nə, hara suallarına cavab axtarılır. Tapmaq daha doğrusu kim, nə, hara suallarına nə vaxt, kimi suallara cavab tapmaq mümkündür və məsələn 58-59-cu səhifədəki Arximed mətni nümunə olaraq Arximed mətnidir. Sonra argumentativ mətndə müəllifin məqsədi güzgülər vasitəsilə gəmini yandırmaq mümkündürmü fikrinə münasibət bildirməkdir və burada müəllif oxucunu öz mövqeyinə inandırmaq üçün əsaslandırmağa çalışır və o müxtəlif arqumentlərdən istifadə edir. Bu isə Arximed möcüzəsi yoxsa Arximed möcüzəsi mif yoxsa reallıq mətninə uyğun gəlir. Daha bir izah edici mətnimiz vardı. Müəllifin məqsədi Arximed vintinin işlənmə mexanizmini izah etməkdir və mətndə əsasən necə, nə üçün suallarına cavab axtarılır və bu mövzu da Arximed vinti izah edici mətninə aiddir. Digər isə bədii mətindir. Evrika bədii mətn ifadəsinin yaranması, Evrika ifadəsinin yaranmasına daha doğrusu yaranma üzr istəyirəm. Məşhur burada isə məqsəd ifadənin yaranması ilə bağlı hadisədir və müəllifin məqsədi oxucunu müəyyən qədər dəyərlər haqqında düşündürməyə istiqamətləndirməkdir və bu da Evrika dinləmə mətnində biz gördük. Bir dəqiqə. Evrika dinləmə mətnində biz bədii mətn olduğunu, rəvayət olduğunu göstərmiş olduq. Bugünlük bu qədər dəyərli izləyicilər. Növbəti dərs izahlarında görüşərik. Uğurlar hər kəsə. Suallarınız, təklifləriniz olarsa şərhlər bölümündə qeyd edə bilərsiniz.